Sizin də əgər bu tipli tökülməniz varsa, sarımsaq sürtməmişdən əvvəl bu videomu izləyin. Tibbi olaraq desək, bu autoimmun bir prosesdir. Yəni, özü immun hüceyrələrimiz səhvən tük follikullarına, tük köklərinə hücum etdiyi üçün tüklərimiz normal uzana bilmir və biz onu xaricdən tökülmüş tüklər olaraq görməyə başlayırıq. Əslində, tökülmədən bir neçə müddət əvvəl artıq tük köklərimizdə zədələnmə olduğu üçün tüklərimizin zamana bölünmüş şəkildə tökülməsini və ya bəzən xəstələr deyir ki, gecə yatdım, səhər oyandım, artıq yastığım tüklə dolu idi və qəpik formalı bu ocaqlı tökülməni gördüm. Xəstələrin bizə ilk sualı bu tökülmənin səbəbi nədir olur. Biz isə adətən çox dəqiq bir cavab verə bilmirik. Genetik faktorlar və stres isə xarici qıcıqlandırıcı faktor olaraq xəstəliyin gedişində müşahidə edirik. Ancaq onlara bir yaxşı xəbər də veririk ki, bu tipli tökülmə zamanı tük follikulları ölmür, zədələnmir, sadəcə müvəqqəti olaraq yuxuya gedir və onları oyatmaq mümkündür. Xəstəliyin bir neçə forması var, həm lokal forması, həm alopecia totalis dediyimiz forma. Bu zaman baş, kiprik və qaşlarda tökülmə olur. Alopecia universalis dediyimiz ən çətin və ağır formasında isə bədəndə olan bütün tüklər artıq tökülmüş formada olur. Xalq arasında bu xəstəliyin müalicəsində çox geniş yayılmış üsullar var. Mənim xəstələrdən ən çox eşitdiyim sarımsaq sürtmək, hər hansısa bir kəsici alətlə ora travma vermək, həmin nahiyəyə və ya yandırıcı bəzi maddələrdən istifadə edərək orada bir qıcıqlanma yaratmaqdır. Bu üsullar bəzən işə yaramış kimi görünsə də, ancaq mən xəstələrə daima izah etməyə çalışıram ki, siz heç bir müalicə etməsəydiniz də, müəyyən bir müddətdən sonra, ortalama 6-12 ay ərzində xəstəlik spontan geriləyir, özü-özünü müalicə edir. İndi isə sizə bizim yanaşmamızı, yəni tibbi yanaşmamı göstərəcəm xəstəlik müalicəsində. Bizim ilk istifadə etdiyimiz üsul adətən inyeksiya üsulu olur. Ocaqlı tökülmələr olan nahiyəyə lokal olaraq, yerli olaraq steroid preparatlar inyeksiya edirik. Buna intralezional steroid terapiyası da demək olur. Bu terapiya ortalama 2-3 həftə aralıqla, bəzən 3-4 seansa qədər, çox nadir hallarda daha uzun zaman aralığında yayılmış formada icra olunur. Artıq ilk seansdan sonra vellus dediyimiz daha nazik və rəngsiz tükləri görməyə başlayırıq. Ortalama 2-ci və 3-cü seanslardan isə terminal mərhələyə tüklər keçid edirlər. Həm qalınlaşır, həm də rənglərini, pigmentlərini qazanırlar. Xəstəliyin müalicəsində çox verilən suallardan biri də uşaqlara da bu inyeksiyanı etmək olarmı? Mən adətən 12 yaşdan yuxarı